Hacıcan, hansı yerlərdə təqlid lazımdır? Bu günlər dünyada biz baxırıq ki, çox adam kimdənsə təqlid edir. Görürsən ki, biri məşhurlaşdı, başlayır hamı ona təqlid etməyə. Bəzən tələbələr soruşurlar məndən ki, məsələn, mən istəyirəm muğamları öyrənim. Mən deyirəm ki, aç Quran oxu, bir dənə ayə oxu mənim üçün. Məsələn, açır, bir dənə ayəni oxuyur, görürəm ki, təcvid bərbad gündədir. Mən deyirəm ki, heç nə lazım deyil sənə. Get, nə vaxt təcvidi inşallah mükəmməlləşdirərsən, onda gələrsən, mən sənə məsləhət verərəm avaz barədə, bunu elə, bunu elə, bunu elə. Təqlid ümumiyyətlə bir həddə yaxşıdır. Bəli. Bir həddən sonra artıq sənin də yaradıcılığın olmalıdır. Qutufuhə daniyyətun. Bir qardaşlardan biri danışırdı, deyir, getdik ova, nəm dağa çıxdıq, yıxıldım, nəm əzildim, yox, ləzzət elədi. Görürsən ki, ovdalıcadır, hədəfi başqadır da. Yıxılıb, əzilib, o əzilmək buna ləzzət eləyib. Həzz alıb əzilməyindən. İnsan səs ovunda olmalıdır. Səs, çünki sənin hədəfin var, Bəli. hədəfin alidir. Sən mütləq səs ovunda olmalısan. Salam əziz izləyicilərimiz, xoş gördük sizləri Ahəng verilişinin yeni buraxılışında. Ümidvaram, keçən həftə olduğu kimi bu həftədə verilişimiz çox maraqlı və gözəl olacaq. Əziz və dəyərli qonağımızı təqdim eləmək istəyirəm sizə. Hacı, xoş gəlmisiniz. Necəsiz? Şükür. Yaxşı olasınız. Siz də salamlaşın izləyicilərlə inşallah. Mən də dəyərli izləyicilərimizi və Quran həvəskarlarını salamlayıram. Ümid edirəm, keçən verilişimiz Quran qariləri üçün və Quran təqlidçiləri üçün maraqlı olub və Bəli. Və bunu da qeyd edim ki, əgər şərhlərdə yazsalar, bizə fikirlərini yazsalar, biz onlara zamanla baxarıq və ola bilər ki, təklifləri də olsun, o təklifləri də nəzərə alarıq inşallah. Və ümid edirəm, verilişimiz xoşlarına gəlmiş olub. İnşallah hacı. Təşəkkür edirəm. Var olasınız. Vaxt itirmədən sual vermək istəyirəm. İcazəniz varsa inşallah. Hacıcan, hansı yerlərdə təqlid lazımdır? Bu suala geniş izah verməyinizi istəyərdim sizdən. Biz təqlid haqqında keçən bəhsimiz geniş danışdıq. Bəli. Çünki təqlid oxunuşun ipi, belə desək, təqlidə bağlıdır deyə, ona görə təqlid haqqında böyük ustadlar da çoxlu danışıblar. Bəli. Təqlidə müəyyən təcrübəli insanların təcrübəsini qatıblar. Onlar da danışıblar, təcrübələrindən danışıblar. O üzdən biz də çalışdığımız qədər mütaliələrimiz olur və təqlid haqqında özümüz də araşdırma edirik. Və o cümlədən illər artıq bu Quran qiraətinin içindəyik deyə özümüzdə də bəzi təcrübələr var. İllərdir bu qiraətin içində olduğumuz üçün özümüzün də bəzi təcrübələr var ki, onlardan istifadə edirik və o da nədən yaranır? Məsələn, bir tələbənin üzərində işləyirsən və yollar təqdim edirsən ona. Bəli. Eyni zamanda görürsən ki, 5 yol təqdim etdin və bu yolun, məsələn, ikisi daha müvəffəqiyyətli oldu. Bəli. O zaman həmin o yolları yadda saxlayırsan, gələn tələbənin, başqa tələbənin üzərində onu istifadə edirsən və görürsən ki, müvəffəqiyyətli olur. Məsələn, təcvid dərslərin mən diqqət edirəm. Məsələn, 1-ci təcvid dərsi dediyimlə 5-ci, 10-cu təcvid dərsində artıq görürsən ki, nə qədər fərqlər var. Bəli. Artıq 10-cu dəfə məsələndə bir təcvid artıq sistematik kimi sənin zehninə gəlir. Halbuki 1-ci dəfədə bilmirdin ki, mən hardan danışıram, necə danışıram. Məsələn də necə sistematik edim ki, qarşı tərəf onu yaxşı öyrənsin. Yəni, bu illərin təcrübəsi, bu qiraət və təqlid də eynən həmin cürüdür. Məsələn, birinə şahaddan verirsən, görürsən ki, şahadın məktəbi daha uğurlu oldu. Bəli. Birinə Mustafa İsmaildən verirsən, görürsən Mustafa İsmailin məktəbi daha uğurlu oldu. Əlbəttə, bu məktəblər haqqında biz Quran ətri verilişində də ustadlarla müzakirə edirik. Və yaxud da Əbdülbasiti və yaxud da Qəlvəşi. Baxırsan ki, hansı qarinin məktəbi daha müvəffəqiyyətlidir. Bəli. İlk verilişimizdə də yadımda olsa dedim, ustad mənə dedi ki, bəs Əbdüllahla oxuma.
Bəli, Hacı. İndi baxıram ki, görürəm ki, haqlıymış. Halbuki onda ustada etiraz eləmişdim ki, mən yox. Hacıcan, üzr istəyirəm, ola bilərmi ki, yeni qiraətə başlayan adam üçün səs uyğunluğuna görə bir təqlid eləmək, səs uyğunluğuna görə bir qari seçsin? Mütləqdir. Elə biz səsə uyğun olaraq seçim edirik. Birinci odur. Əgər mənim səsim Əbdülbasitin səsinə qədər getmirsəm, nə faydası var mən gedim Əbdülbasiti təqlid edim? Bəli. Ha deyim ki, mən təqlid edirəm. Bugün görürsüz Əbdülbasitdən təqlidlər çox azdır. Niyə? Çünki əksəriyyətin səsi o deyil. Bəli. Yəni bəzi qarilər var, onların təqlidi qeyri-mümkündür. İndi birazdan ona mən toxunacağam. Sualımız belə idi ki, hansı şeylərdə təqlid etməmiz lazımdır? Bəli. Biz bilməliyik. Nədə təqlid etməliyik ümumiyyətlə? Tək qarinin səsidirmi və ya təcviddirmi? Bunları bilmək lazımdır. Birincisi, səsin halətlərində deməli ərəb oxşarlığına təqlid etmək lazımdır. Görürsün, bir tərəfi gətirib ləhnə çıxardacaq. Bəli, Biz deyirik, soğutu ləhn, mən deyəcəm. soğutu ləhn, ay sağ ol. Yarışda qeyd edirik ki, məsəl üçün, soğut, ləhn hərəsi ayrı-ayrı ballardır. Tam ərəbin oxşarlıq, səsinin oxşarlığında biz təqlid etməliyik. Bu təqlidi biz edəriksə, o zaman bizim ləhnimiz artıq nə olacaq? Güclü olacaq. Ləhn nə deməkdir? Yəni, sən ərəb ləhcəsi ilə Quran oxuyacaqsan. Allah rəhmət eləsin Vasif Məmməd Əliyevi. Mən onun haqqında eşitmişdim. Çox gözəl onun ərəbcə başlıq çıxışları var idi, mən onun yadımdadır. Televizordan 4-cü günlər bəli, orada veriliş verirdilər. O qədər ərəb kimi danışırdı. Bəli. Hətta deyir ki, onu ərəblərin içərisində onun səsinə qulaq asıblar, deyiblər ki, bu ərəbdir. Allahu Akbar. Ərəbdən yaxşı bilir ərəbin ləhnin. O qədər ləhndən danışırdı ki, ərəb özü çaşır ki, bu ərəbdirmi görən? Halbuki ərəb deyil. Yəni, təqliddir o. Mən özümü oxşadıram. Bu günlər dünyada biz baxırıq ki, çox adam kimdənsə təqlid edir. Görürsən ki, biri məşhurlaşdı, başlayır hamı ona təqlid etməyə. Təqlid köklü bir şeydir. İlk verilişimizdə biz buna neynədik? İşarə elədik. Görürsən ki, danışıq, baxış, hətta saç düzümü belə, hətta geyim belə. Görürsən ki, təqlidi olur bəzən. Bəzən deyəndə çox vaxtlar. Biz qariyə qulaq asarkən qarinin ərəb ləhni ilə və buradan da bu meydana çıxır ki, biz mütləq Misir qarilərinə qulaq asmalıyıq. Məktəb olaraq. Bizim məsələn dostlardan elə qarilik də edirlər, bəzən oxuyurlar. Görürsən ki, ərəb ləhnində deyil bunun oxunuşu. Tam başqa bir boğazdadır. Tam başqa bir ahəngdədir. Hər millətin özünə görə ahəngi var. Quran-ı Kərimdə Yusuf surəsində deyir ki, Quranı ərəbcə biz nazil etdik və deməyi də budur ki, ərəbcə oxuyun onu. Yaxşı, yəni Quran ərəbcədir və onu daha gözəl ləhənləşdirmək üçün mütləq ərəb ləhninə müraciət etmək lazımdır. İkinci bir məsələ, ahənglərdə təqlid etmək lazımdır. Məsələn, qari hansı ahəngdə oxuyur? İndi ahənglər haqqında da inşallah gələcəkdə bəhs açarıq. Ümumiyyətlə, ahəng nəyə deyilir? Onlar haqqında danışılarıq. Əvvəl verilişdə dedik ki, musiqi duyğusu olan insanlar, səsi melodiyalı olan insanlar, bunlar fərqli-fərqli səslərdir. Melodiyalı səslər, melodiyasız səs, bunlar fərqli. Məsələn, adi biz danışırıq. Melodiya yoxdur bu səsdə. Amma biraz kökünə varsaq, görürük ki, bəzi insanlar danışanda da səslərinə melodiya qatırlar. Görürsən ki, deyirlər, qoy filan kəs danışsın, bizim xoşumuz gəlir. Niyə? Səsinə ahəng qatıb. Bəli. Melodiya qatıb səsinə. Ahəng qatıb səsinə. Bax, sadə bir misal vururam. Ana övladı ilə danışanda necə danışır? Aydındır. Aydın oldu. Bəli. Ahəng yəni bu. Bəli. İfadə mənim balam. Ay mənim balam, sən nə gözəlsən, maşallah. Sənin nə gözəl saçların.
melodiya qatırıq onun üçün. Niyə? Uşaq da ürəkdən gedir ki, anam məni necə çox istəyir, atam məni necə çox istəyir. Eynən az. Buna bizdə oxşama deyirlər də. Düzdür. Oxşama. Düzdür. Bunu bəzən yas mərasimlərində də işlədirlər. Filan kəs oxşadı. Bəli. Melodiyadır da. Bəli, bəli. Düzdür. Filan kəs övladını oxşayır. Bunlar biraz dərinə vardıqca adamın özünə də ləzzət edir. Bəli. Dərinə vardıqca görsən ki, insanın hətta belə danışığı belə melodiyalı olur. Deməli, təqliddə ikinci əsas şərtlərdən biri nədir? Melodiyanı təqlid eləməkdir. Sən elə qulaq asırsan, rəsmi danışığı, rəsmi oxunuşu heç kim sevmir. Bəli. Bunu musiqi şünaslar da bilirlər. Musiqi ilə danışmaq lazımdır, musiqili oxumaq lazımdır. Buna deyirlər ahəng. Bəli. Ola bilər bir təqlidçi qəşəng təqlid edir, amma ahəngin dozası azdır. Azdır. Ahəngin qədəri azdır. Dərhal da hiss olunur o. Deyirlər ki, ləhnün zəifdir. Bəli. Gətirir ləhnə də çıxardır, ləhnə də korlayır məsələn. Sonra tam da qarinin ahəngi olmasa da belə, məsələn indi biri tam götürə bilmir də. Qarinin ahəngi tam o ola bilməyəcək ki, Allah ona bir boğaz verib, buna da bir boğaz verib. Bəli. Onun da boğazında bir ahəng var, bunun da boğazında bir ahəng var. Biz ümumi danışırıq, amma xüsusiləşdirəndə deyirik ki, qari öz ahəngin ən azından ora qatmalıdır. O bir verilişimizdə demişdim, ilk verilişimizdə, Quran qarisi Quranın mənasına o qədər diqqət etməlidir ki, ayənin mənasında, ayənin daxilində olan məna, məfhum onu o ahəngə salmalıdır. Məsələn, Quran surələrimiz Fəth surəsi. Bəli. Yaxşı, Fəthdən söhbət gedir. Fəthdə adətən nə oxunur? Marşlar oxunur. Orada belə deyək, başqa yerdə oxunan musiqilərdən oxunmur. Bəli. Yaxşı, orada nə oxunur? Marş oxunur. İndi sən bu Fəth surəsinin mənasını o qədər mənimsəməlisən ki, yaxşı, Bəli. sən o ahəngi artıq özündə yaratmalısan. Bəli. Oxuyanda ki, İnna fətəhnə ləkə fəthən mubinə. Allah. Yaxşı, indi o qarinin öz seçimindən də segah oxuyacaq, Bəli, bəli. bəyat oxuyacaq və yaxud da nəhavənd oxuyacaq. O mənalara görə də insanın daxilində olan ahəng təsir bağışlayır. Ola bilir bir qari desin ki, mən bunu bəyatda oxudum, daha gözəl oldu. Biri desin nəhavətdə oxudum. Bəli, ümumi olaraq muğamlarda bölüblər. Bəli. Hansı muğam, hansı muğamda, hansı muğam, hansı mənayadır. Amma ümumi olaraq qarilərin tilavətlərində mən baxıram, görürüm ki, tam da elə deyil. Bir yeri Mustafa İsmail nəhavənlə oxuyub, həmin yeri məsələn Şahat segahla oxuyub. Bəli. Qəlvəş məsələn çahagahla oxuyub. Bəli. Ondan sonra Əhməd Şəbib məsələn Hicazda oxuyub. Fərqli ola bilir. O da qarinin yenə deyirəm, ona gələn təbindən asılıdır. Halından. Yəni sözümüz nə oldu? Ahəngdə qari tam təqlidçi belə desək daha yaxşı. Təqlidçi qarşı tərəf qarinin ahəngin tam təqlidi edə bilməsə də müəyyən qədər öz ahəngində qatmalıdır. Bəli. Ona görə zəhmət çəkməlidir, gedib Quranın mənasını öyrənməlidir. Bəli. Görürsən ki, gəlir deyir, mən qari olmaq istəyirəm. Quran üzündən oxuya bilmir. Təqlidin şərtlərindən biri də ruhani və rəvanxaninin yüksək olmasıdır. Az üzr istəyirəm, bilmirəm nə dərəcədə düzgündür. Bəzən gəlib tələbələr soruşurlar məndən ki, məsələn, mən istəyirəm muğamları öyrənim. Mən deyirəm ki, aç Quran oxu, bir dənə ayə oxu mənim üçün. Məsələn, açır, bir dənə ayəni oxuyur, görürəm ki, təcvid bərbad gündədir. Mən deyirəm ki, heç nə lazım deyil sənə. Get, nə vaxt təcvidi inşallah mükəmməlləşdirərsən, onda gələrsən, mən sənə məsləhət verərəm avaz barədə, bunu elə, bunu elə, bunu elə. Bəli. Yəni təcvid olmadan ümumiyyətlə avaz öyrənmək nə dərəcədə düzgün? Hansı şeylərdə təqlid etmək lazımdır? Onlardan elə biri də söz və qüvvət. Elə istəyirdim onu deyəm ki, biri də təqlidin, biri də təcviddir. Bəli.
təcvid təqlididir. Ustadın dediyi kimi Minşaviyə Mütləq. təqlid eləni elə təcvid üçün deyir də. Ay sağ ol, Bəli. söhbət odur da. Məsələn, məni ustad Əbdulaldan çıxartdı, Minşaviyə təqlidi saldısa, ustad onu mənə onu başa salırdı ki, qardaş, Tez Əbdulalda sən təcvidi riayət edə bilmirsən. Bəli. Tezdir sənə. Yaxşı. O üzdən, get Əbdulalın melodiyasına qulaq as. Get onun bir dənə rast muğamına qulaq as. Bir dənə bəyatına qulaq as, kef elə. Melodiyada sən ondan Bəli. Bir şeylər götür. Burada məşhur bir qarilərin Əhməd Şəbib, mən adını çəkdim, istərdim onun bir dənə nəzərin deyim sizə və dəyərli Quran hafizləri, Quran qarilərinə. Əhməd Şəbib deyir ki, gözəl qarilərdən biridir. Çox gözəl oxuyur Əhməd Şəbib. İnşallah məsləhət edirəm ki, qulaq asasınız. İnşallah hacı. İnşallah. Deyir ki, əgər bir cavan qari əlhanda, ləhənlərdə, ahəngdə istəyir ki, qabağa getsin, o zaman Mustafa İsmail, ondan sonra Şüəyşə, Şəban Əbdüləziz Səyyad və yaxud da Hassan ki, 10 il Mustafa İsmaildən sonra öz əlində saxlayır. Çox maraqlı qarilərdəndir. Hassanın zili, bəmi, orta oxunuşu və tez-tez muğamları dəyişməsi çox maraqlıdır. Deyir ki, əgər ahəngdə mahir olmaq istəyirsinizsə, get bunlara qulaq as. Bəli. Və sonra davamında qeyd edir ki, deyir, gözəl əda, ləhcə istəyirsənsə, get Minşaviyə qulaq as. Bəli. Ümid edirəm bu söz təzə bir söz olar bizim təqlidçilərimiz üçün və yaxud da qarilərimiz üçün. Mən burada bütün qarilərimizi salamlayıram və onları bağrıma basıram ki, doğrudan da zəhmət çəkib öyrəniblər də. Yəni, zəhmətsiz deyil. Zəhmət çəkən adama da təşəkkür düşür. Onu təqdir eləmək lazımdır. Deyir ki, gözəl əda və ləhcə istəyirsənsə, get, kimə qulaq as? Minşaviyə qulaq as. Minşavinin tam başqa, ləhcəsi tam başqadır da. Bəli, hacı. Uzun var. أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله. Çox, yəni ləzzət edir Minşavinin. Hüzünlüdür. Sanki səs hüzünlüdür hacı. Səs hüzünlüdür. Çox maraqlı səsi var Minşavinin. Ömrümün bir hissəsi Minşavi ilə oxumuşam. Minşavini dinləmişim. Bəzən vaxtı əziz qarilərimiz deyir ki, sən şahadla oxuyursan, amma onlara deyirəm ki, diqqət edin, mənim qiraatim içərisində Minşavidən çoxdur, nəinki şahaddan. Bəli. Düzdür, şahadla da müəyyən qədər müəyyən qədər deyəndə xeyli məşğul olmuşam və tək şahad da deyil. Yəni 6-7 qari bura qədər mən onların oxunuşlarından istifadə etmişəm və məsləhət də görürəm ki, 5 il, 6 il təqliddən sonra sən artıq keçid etməlisən başqa qarilərə. Bir yerdə dura bilmərsən. Təqlid ümumiyyətdə bir həddə yaxşıdır. Bəli. Bir həddən sonra artıq sənin də yaradıcılığın olmalıdır. Sən də bir şeylərdən ilhamlanmalısan. Sən də səs axtarmalısan. Sənin qulağın səs axtarmalıdır. Hansı səsləri? O səslər ki, ahəngdardır. Demirəm, musiqilərdə bəzi səslər var ki, indi o danışmaq istəmir o haqda. Elə bir səslər çıxardırlar, görsən ki, bilmirsən hansı səsdir bu. Onu əsl muğam oxuyanlarımız deyir ki, sən Allah bunu qoyun kənara, bu bizim halımızı körləməyib. Bəli. Amma görürsən ki, bir dənə bizim muğam oxuyanlardan birinin rastına qulaq asırsan və yaxud da bir dənə segahına qulaq asırsan, görürsən ki, həzin var, bir aparır insanı. Sən o səslərdən də ilhamlanıb onu müəyyən qədər tam melodiyanın dəyişilməsinə gətirib çatan qədərini demirəm. Müəyyən qədər onlardan da ilhamlanmalısan. Səs ovçusu olmalısan İbrahim, səs ovçusu. Bəli.
Biri Gözəl sözdür həqiqətən. birinin ova marağı var. Deyir ki, mən gedirəm dağda, daşda ov edirəm. Düşüb çöllərə. Soyuğu bilmir, isti bilmir, gəzir, çay bilmir, qar bilmir. Bir qardaşlardan biri danışırdı, deyir, getdik ova, nəm dağa çıxdıq, yıxıldım, nəm əzildim, yox, ləzzət elədi. Görürsən ki, ovdalıcadır, hədəfi başqadır da. Yıxılıb, əzilib, o əzilmək buna ləzzət eləyib. Həzz alıb əzilməyindən. İnsan səs Sevdiyi işi ovunda görür. olmalıdır. Səs, çünki sənin hədəfin var, Bəli. hədəfin alidir. Sən mütləq səs ovunda olmalısan. Harda gözəlin götür sənə. Kim deyir ki, get pis səs, xoşa gəlməyən səsi götür. Bugün internet aləmidir. Görürsən ki, biri oturur sosial şəbəkənin qabağında, səsini açır, başlayır ağzına gələn oxuyur. Görürsən ki, ay Allah, minlərlə təqlidçisi yarandı bu adamın. Bəli. Onun da alıcısı var da, yəni o səviyyədə olan insanlar gedir onu alır da. Mümkün deyil ki, sən onun qabağını ala bilmərsən. Bəli. Sən isə get yaxşı səsi oğurla. Get yaxşı səsi ovla. Və bunu da qeyd edim. Əvvəldən qeyd edim ki, biraz sözümüz uzandı. İstəyirəm ki, əzizlərimiz daha təkrar olsa belə bir daha qeyd edim. Əhməd Şəbib deyir, məşhur qaridir. Deyir ki, əgər bir gənc qari ahəng dalıcası da gedib Mustafa İsmailə qulaq assın, gedib Şüəşiyə qulaq assın, Şəşaiyə qulaq assın, getsin Şəban Əbdüləziz Səyyada qulaq assın, getsin Hassana qulaq assın. Əgər gözəl əda və ləhcə dalıncadısa, gedib Minşaviyə qulaq assın, yox texnika dalıcadırsa, gedib Qəlvəşə qulaq assın. Qəlvəşdə texnika var da Qəlvəşdə. Bəli. Ki, görsən ki, müəyyən texnikalardan İstifadə edir. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ. Nə qədər qiraətləri var. Görürsən ki, məddə nə qədər nələr eləyir? Texnikadır. Bəli. Bir dənə sözü o qədər belə əyə keçir. وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ. Allah. Texnika öyrənmək istəyirsən, get Qəlvəşə qulaq as. Deməli, təqlid müəyyən zaman şərtdir. Təqlid edirsən və təqlid 5 il artıq bitdi, 6 il bitdi, 10 il də ola bilər. Amma söhbət bundan gedir ki, inkişaf mərhələsini seçmə şərti ilə. Və sən düşürsən bir-bir. Ahəng, əda, ondan sonra bayaq qeyd etdik, texnika, bunları öyrənmək üçün müxtəlif qarilərə mütləq qulaq asmalısan. Bəli. Məsələn, mən Minşavinin tilavəti və onun atasının tilavətinə qulaq asmışam. Baxırsan, görürsən ki, Minşavinin tilavəti, atası, bunlar ailəvi Quran əhli olublar. Bəli. Atasının qiraəti və Minşavinin qiraəti. Atasının qiraətindən ilhamlanıb, kök olaraq atasının qiraətidir. Bunlara çünki Minşavi məktəbi gedir. Minşavinin oğlu da Quran qarisidir, səhv eləmirəmsə. Tam məlumatım yoxdur, yalan deyərəm. Ola bilsin mən. Amma belə deyək, Minşavi atası, qardaşı, əmisi, bunlar məşhur qarilər olublar. Onların qiraətinə baxanda görürsən ki, Minşavi onların qiraətinin tam başqa bir yeniləmə versiyasıdır. Çünki bunlar, məsələn, biz Minşavinin atasına baxanda bunlar mühafizəkarlar sistemində olduqları üçün qiraətləri düz qiraət edirlər. Məsələn, biz Hösərinin qiraətinə baxırıq, görürük ki, fərqlidir. Minşavinin atasının qiraətinə baxırıq, görürük fərqli. Niyə? Çünki bunlar
ahəngdarlığa çox meyl etməyiblər bu mənada ki, təcvid qaydalarını bunlar pozarlar. Belə. Amma Minşavi tam onun əksinədir. Mən Minşavini iki səsli qari kimi tanıyıram. Bu adam oxuyanda iki dənə səsi var. Bir, ağızdan çıxan səs. İkincisi, o səsin altında olan burun səsi. Bir dənə xahiş edirəm, gedin Minşavinin qiraətinə qulaq asın. Həmin səsi əvvəldən sizin qulağınız tutacaq, ta qiraətin sonuna qədər həmin səs sizin qulağınızdan əski olmayacaq. Çünki özü qatıb həmin ahəngi qiraətinə. أنزلنا هذا القرآن على جبل. Bu səs var. لو رأيته خاشعا متصدعا من خشية الله. Axıra qədər bu səsi artıq o canına opturub və o icra edir onu. Sən, mən icra edə bilərikmi? Bəli. Təqlid deyir ki, icra edə bilərsən. Bəli. Bu günləri teatrlarda, bugün səhnələrdə kimisə təqlid edib çıxıb parodiya etmirlərmi? Elə danışır, deyirsən ki, həmin adamdır. Bəli. Təqlid yəni bu. Yəni sadə bunları xatırladıram ki, misallarının ki, insanlar təqlid deyəndə yəni biz nədən danışırıq onu daha gözəl mənimsəsinlər. Bəli. Bilmirəm, çətin danışmırıq. Görəm. Yox, hacı, gözəldir. Allah razı olsun. İcazənizlə bir sual da vermək istəyirəm, hacı. Açığı 3 sualdır, sadəcə olaraq bir qayda ilə demək istəyirəm. Nəğmə nəyə deyilir? Muğam nəyə deyilir? Ləhn nəyə deyilir? Çox gözəl suallardan biri və geniş suallardan biri nəğmə məsələsidir. Elə bizim danışdıqlarımız demək olar ki, bu ətrafdadır da. Yəni biz deyirik təqlid etmək lazımdır. Nədə təqlid etmək lazımdır? Biraz ilk öncə onlara da toxundum. Və görək nəğmə nəyə deyilir? Bəzən vaxtı biz bir kəlmənin lüğəti mənasını biləndə onun haqqında daha gözəl düşünməmizə gətirib çıxardır. Və yaxud da elmi mənasını ki, buna istilahi məna deyirlər, biləndə o bizə çox şey öyrədir. Və gedib biz araşdırırıq və yaxud da yaxşı yadımızda qalır. Ümumilikdə nəğmə dünyada götürəndə geniş məfhumlu bir məsələdir. Nəğmə nəyə deyirlər? Söz və kəlamı olmayan ahəng və yaxud da melodiyaya nəğmə deyirlər. Kəlamdan xalidir. İçində kəlmələr işlənmir. Sadəcə olaraq melodiyadır. Buna deyirlər nəğmə. Və gəldik muğam məsələsinə ki, nəğmədən sonra elə biləm onu sual verdiniz ki, muğam nəyə deyilir? Deməli, nəğmələri və melodiyaları yaratmaq üçün bir nümunədir ümumiyyətlə muğam. Ümumi səs toplusuna da deyilir. Və bir notla digər not arasında gəzişməyə nə deyirlər? Muğam deyirlər. Ona məsələn biz Quranda qərar, cavab, cavabul cavab da deyilir. Yəni notlar arasında gəzmək. Təqlidin özündə də təqlidçi bunlara da diqqət etməlidir. Yəni qari hansı notla başlayır? Məsələn biz bunu dərslərdə görürük. Əgər təqlid edən uşaqdırsa bir başqa forma ona dərs keçirsən. Yəni bilirsiniz səslər özü bir neçə hissəyə bölünür. Bas səs var, bariton səs var, tenor səsləri var, ondan sonra uşaq səsləri, qadın səsləri, bunlar hamısı fərqli-fərqli notlar dəyişir də bu səslərdə. Biz baxırıq ki, uşaq hələ 12 yaşındadır, uşaq səsidir, amma biz buna dərs keçirik 50 yaşlı qarinin səsi ilə. Orada müəllim onu diqqət etməlidir ki, hansı notda başlatmalıdır ona. Bunlar əhəmiyyətlidir. Yəni sözüm o notlar arası gəzişmədən söhbət gedir. Və yaxud da sən görürsən ki, sənin səsin Şahadın və yaxud da Mustafa İsmailin başladığı notda ki, məsəl üçün bəyat adətən do'da başlayır, yaxşı, amma bu re'də başlayıb.
və yaxud da fada başlayıb. Bəli. Düzdür? Yəni zil səslə başlayır. Görsən sən getmir. Sən nə etməlisən? Həmin onun səsinin bir not və yaxud da yarım ton yuxarı olan səsin aşağı yarım və yaxud da bir aşağı salırsan və sən onu öz səsinə uyğun oxuyursan. Bu muğamda görürsən ki, deyir ki, bir notla digər notlar arasında gəzişməyə nə deyilir? Muğam deyilir ki, biz onu dedik ki, Qurani-Kərimdə qərar, cavab Bəli. nədir? Vermək, kimi qeyd etmək olar. Və sonra gəldi ləhn nəyə deyilir? Sanki tamamlaya gedir. Bəli. Gedir məsələ. Yaxşı. Ləhn nəyə deyilir? Ləhn adətən Quranda daha çox istifadə olunur və yarışlarda siz gördüyünüz kimi sot və ləhn parametrləri var idi. Quran tilavətində nəğmələrdən səhih düzgün istifadə eləməyə ləhn deyilir. Bəli. Mən diqqət etmişəm, bizim muğamlarda da görürsən bir qəzəl verir müəllim. O qəzəli məsələn rast muğamında sən oxumalısan və yaxud da rast muğamının şöbəsində oxumalısan, məsələn vilayəti oxumalısan, Hüseyni oxumalısan, ya Uşaq oxumalısan. Bu muğamlarda oxuyarkən görürsən ki, eyni zamanda həm səs var, melodiya var, həm də söz var. Həmin o səslə, melodiya ilə muğamın sözləri, qəzəlin sözləri ahəngdar olmalıdır. Sən elə bu başdan oxuyub gəlib bu başa çıxa bilmərsən, müəllim saxlayır dayan, sən adi söz oxudun, söz toplusu idi birdən. Bəli. Orada ahəng yox idi. Bəs nə etməlisən? Hansı sözdə notu qaldırmalısan, ahəngi qaldırmalısan, endirməlisən. Yəni bunlar ümumilikdə düzgün oturanda buna deyirlər ləhn. Bəli. Quranın da melodiyasında belə. İstərdim bir ayə oxuyasan, azından Mustafa İsmaildən bir ayə oxuyasan, orada göstərə bilərik. Bismillahirrahmanirrahim. Qutufuha daniyetun kulu veşrabu hani'en bima esleftum fil eyyamil xaliyeh. Aha. Orada maraqlı boğazlar etdiniz. Xırdalıq, Zəngiulə. Bax, niyə görə onu elə oxuya bildiniz? Çünki diqqətlə qulaq asmısınız və Mustafa İsmailin həmin orada etdiyi təhriri səs arası gəzişmədir bu. Bu boğazda onun tezləşdirilmiş forması. İnşallah biz digər verilişlərimizdə bu haqda danışacağıq. İnşallah. Yüksək sürətli təhrirlər, zəif təhrirlər, Düzdür Hacı, mənim Mustafa orta İsmaildən təhrirlər. o oxuduğum tam təqlid deyildi. Ola bilsin ki, yəni orada. Yəni Amma təhlillər 80% oxuyursansa bəli. təqliddir. Bir qarinin oxunuşu 80% oxunursa, ona təqlid demək olur. Bəli, bunu bilmək Yaxşı. lazımdır. Yəni ümumiyyətdə 100% ki olmur. Bəli. Qeyd etdim ki, yəni səslər, ahənglər, rənglər fərqlidir. Sadəcə olaraq sən 80% tilavət edə bilirsənsə mümkün. Nəyi izah edirəm? Yəni Mustafa İsmailin Qutufuha bu keçidlər və kəlmələr, məsələn Qutufuha elə bir forma oxuyur ki, ahəng onun üzərindədir, ləhn onun üzərindədir. Bəli. Artıq o ləhni biz necə anlaya bilirik? O oxuduğu zaman biz ondan səhv tutmuruq. Etiraz eləmirik ki, kaş bunu belə yox, belə oxuyardı. O kaşlar buraxmayanda qiraətdə, yəni sənin ləhnin normal bir formada olub ki, artıq yerdən qulaq asan demir ki, kaş bunu belə oxuyardı. Bəli. Yaxşı. Bu da ləhn. Deməli, ləhn nə oldu? Quran tilavətində nəğmələrdən səhih, düzgün istifadə eləməyə deyilir. Bəli. Musiqi dili ilə desək, kəlamın üzərində düzgün oturan musiqiyə ləhn deyilir. Əgər biz Quran-ı Kərimdə tilavət ediriksə, mən ahəng ilə
həmin o qiraəti nə etməliyəm? Kəlamları uzlaşdırmalıyam. Bəli. Məsələn, Qurani Kərimdə sonu ibdalla bitən vəqflər var, iskanla bitən vəqflər var. İndi bunda təcvid bəhslərindən də bizim təcvid dərslərində ali təcvid mərhələsində bir izah olunur. Bəli. İskan nədir, ibdal nədir? Yəni qısa deyim ki, iskan sakinə deyirlər, ibdal da dəyişməyə deyirlər. Məsələn, sonu tə ilə bitən, qadın cinsində olan tə ilə bitən tə hərfi çevrilir hə hərfinə. Bəli. Və yaxud da kitəbən tənvinən çevrilir kitəbə. Mən Quran qarisi iskanla bitib sonu ayənin, ibdalla bitib deyə mən götür-qoy etməliyəm. Hansı melodiyadan istifadə etməliyəm? Məsələn, İnnə lil-muttəqinə məfəzə. Bəli. Hamısı nə ilə bitir? Hədaiqa və ə'nəbə. Davamı? Və kəvaibə ətrabə. Nə ilə bitir? İndi qalın hərflərdə olacaq a. Və kəsən dihəqa. Və kəsən dihəqa. Və baxıram, görürəm ki, ayələrin sonluqları hamısı nə ilə bitib? Ə-a. Yaxşı. Sona qədər də belədir. Nəbə surəsi. Bir səhifə yarımdır, yaxşı. Deməli, mən qari artıq melodiyamda nə etməliyəm? Bir nəzarət etməliyəm ki, elə bir melodiya seçməliyəm, elə bir ahəng seçməliyəm ki, ləhəndən uyğun gəlsin. Ləhən olsun onun üzərində. Yaxşı? Bəli. İndi sonu iskanla bitir. Məsələn, Elhamdülillahi Rabbil alemin. Nə oldu sonu? İskan. İnnə lil-muttəqinə məfəzə. Dal. Bu ibdaldır. Görürsən, melodiyada fərqi. Elhamdülillahi Rabbil alemin. İnnə lil-muttəqinə məfəzə. Yəni, bu melodiyaların özü də ayələrin sonluğunda olan ibdal və iskan vəqfinə də nə olmalıdır? Uyğun bir tərzdə olmalıdır. Bəli. Yəni, ümumilikdə ləhn dedik ki, musiqi dili ilə dedik, kəlmənin üzərində düzgün oturan musiqiyə ləhn deyilir. Bu, musiqi dili ilədir. Quran dili ilə desək, deməli, nəğmələrdən səhih və düzgün kəlmələrə uyğun şəkildə istifadə etməyə deyilir. Bəli. Bu bizim ləhnimizdir. Hacı, çox təşəkkür eləyirəm. Əziyyət əzizim. çəkdiniz. Allah razı olsun. Allah sizdən də Minnətdaram. razı olsun. Allah sizi də qorusun. İnşallah gələn verilişdə görüşərik. İnşallah. Bəli, əziz izləyicilər, bununla da verilişimiz sona çatır. Bir məsələni qeyd edeyim, gələn verilişdə inşallah soğutdan və ləhndən xaricinə deməkdir. İnşallah Hacı ilə bu barədə bəhs eləyəcək. Sağ olun, salamat qalın.